Birlikdə göy banan adlanan meqalopolislər. Göy banana daxildir Avropa meqalopolisləri, bunlar Reyn boyu və İngiltərə meqalopolisləridir. Cavab 1-4 D bənd eləcək. Bosvaş və Sansan, eləcə də Çipits meqalopolisləri yerləşir Amerika Birləşmiş Ştatlarında. Verilmiş iqlim diaqramının aid olduğu məntəqə üçün doğru fikirləri müəyyən edin. İqlim diaqramına diqqətlə nəzər yetirsək, bu diaqramın yarımsəhra və quru çöl iqlimi üçün səciyyəvi olduğunu görərik. Həm də yarımsəhra quru çöl iqliminin qışı soyuq keçən yarımtöpü üçün səciyyəvidir. Çünki burada qış temperaturu -5 dərəcə Selsiyə qədər aşağı enir. Deməli, ərazi respublikamızda Naxçıvan Muxtar Respublikasının Arazboyu düzənlikləri üçün səciyyəvidir. İndi isə gəlin fikirlərə nəzər yetirək. Bir, qışı soyuq keçən yarımsəhra quru çöl iqlim yarımçəpi səciyyəvidir. Bəli, artıq qeyd etdik ki, qış soyuqdur burada. Deməli, birinci fikir doğru fikirdir. 2, alluvial və alluvial-proluvial düzənlikdə yerləşir. Bu elə demək olar, çünki Arazboyu düzənliklər alluvial-proluvial düzənliklərdir. 3, mərkəzi Aran iqtisadi rayonunda yerləşir. Xeyr, mərkəzi Aranda qış soyuq deyil, qış mülayimdir. 4, yay quraq keçən soyuq iqlim yarım tipi üçün səciyyəvidir. Xeyr, bunu yay quraq keçən soyuq iqlim tipi üçün demək olmaz. Yəni, bu doğru fikir deyil. 5, Araz çayının su toplayıcı hövzəsində yerləşir. Bəli, bütövlükdə Naxçıvan ərazisi Araz çayının su toplayıcı hövzəsində yerləşir. 5 də doğru fikirdir. Əhalinin milli tərkibi müxtəlifdir. Naxçıvan üçün əhalinin milli tərkibinin müxtəlif olmasını demək olmaz. Cavab 1, 2, 5 C bəndidir. Dəmirəparan çay və Ordubad çay üçün ümumi əlamətləri müəyyən edin. 1, qidalanmasında yağış suları üstünlük təşkil edir. Bu əlamət doğru ola bilməz. Dəmirəparanda qidalanma əsasən qar və buzlaq sularıdır. 2, sellərin qarşısını almaq üçün hidrotexniki qurğular tikilir və fitomeliorativ tədbirlər görünür. Hər iki çay sellərin səciyyəvi olduğu çaydır və bu çaylarda sellərin qarşısını almaq üçün müxtəlif tədbirlər görünür. 2, doğru fikirdir. Yəni ümumi əlamətdir həm də. 3, birbaşa Kür çayına tökülmür. Dəmirəparan çay tökülür Türyan çaya, Ordubad çay Araz çayına. Yəni bu çayların heç biri birbaşa Kür çayına tökülmür. 3 də ümumi əlamət olacaq. Arazın sol qoludur. Ordubad çay Arazın sol qoludur, amma Dəmirəparan deyil, ümumi əlamət deyil. İlin əksər dövründə suyunu mənsəbə çatdıra bilmir. Yəni bunu bu çaylar üçün demək olmaz. Cavabımız 2, 3 B bəndidir. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Biz cədvəlin sol tərəfindən doğru, sağ tərəfindən isə yanlış fikirləri seçməliyik. 1. Maşınqayırma, kimya sənayesi və elektroenergetika birlikdə avangard üçlük adlandırılır. Bu doğru fikirdir. 2. Yüngül sənayinin coğrafiyası əsasən toxuculuq sənayesinin yerləşməsi ilə müəyyən olunur. Bu fikir də doğru fikirdir. 3. Eti dövründə hasilat sənayesinin payı emal sənayesi ilə müqayisədə xeyli artmışdır. Xeyr, elmi-texnik inqilab dövründə hasilat sənayesinin payı deyil, emal sənayesinin payı hasilatla müqayisədə xeyli artıb. İndi isə yanlış fikir axtarmalıyıq. İnkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatında əsas yeri əmtəlik, ixrac istiqamətli tip tutur. Xeyr, inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatına əsasən istehlak xarakterli tip tutur. Deməli, 4 yanlış fikirdir, axtardığımız fikirdir həm də. 5. Əfqanistan, Özbəkistan və Türkmənistan Qaragül qoyunçuluğunun inkişafına görə seçilir. Bəli, seçilir, yanlış deyil. 6. Donuzçuluq kartof əkinləri rayonlarına, iri sənaye mərkəzlərinə və əhalinin sıx məskunlaşdığı rayonlara meyl edir. Bu fikir də doğru fikirdir, cavab deyil. Cavabımız 1, 2, 4 E bəndidir. Qapıçıq zirvəsi ilə Xəzər dənizi arasındakı atmosfer təzyiqi fərqini hesablayın. Bunun üçün zirvə ilə dəniz səviyyəsinin hündürlüklərini bilməliyik. Biz bilirik ki, Qapıçıq zirvəsinin mütləq hündürlüyü 3904 metrdir. Əgər biz 3904 metrdən Xəzər dənizi səviyyəsini çıxsaq, Xəzər dənizi də -27 metrdir edəcək.
3931 metr. Deməli, Xəzər dənizi ilə Qapçıq zirvəsi arasındakı hündürlük fərqi 3931 metrdir. Biz bunu da təzyiq fərqinə çevirsək, bu da edəcək 393,1 millimetr civə sütunu. Çünki atmosfer təzyiqi hər 1000 metrdə 100 millimetr civə sütunu aşağı düşür, yəni azalır. Cavab 393,1 millimetr civə sütunu. A bəndi. Xəritə sxemə əsasən hansı iqlim yarımtipinin yerinin səhv verildiyini müəyyən edin. A. Yağıntıları bərabər paylanan mülayim isti iqlim üçün 3 rəqəmi göstərilib. Bu doğrudur. Yəni Quba-Qusarın bu hissəsində yağıntılar il boyu bərabər paylanır. Burada mülayim isti iqlim tipi formalaşmışdır. B. Dördüncü hissə üçün qışı quraq keçən mülayim isti iqlimdir. Bəli, Qanı-Xəyri çay çökəkliyi üçün qışı quraq keçən mülayim isti iqlim tipi səciyyəvidir. Bu da doğrudur. C. Birinci hissə üçün qışı quraq keçən mülayim isti iqlim göstərilib. Bəli, Kiçik Qafqazın dağ ətəyi zonası qışı quraq keçən mülayim isti iqlim tipi səciyyəvidir. D. İkinci nöqtə üçün yay quraq keçən mülayim isti iqlimdir. Yəni bu hissədə Kiçik Qafqazın cənub-şərq qurtaracağı üçün yay quraq keçən mülayim isti iqlim deyə bilərik. Doğrudur. Nəhayət sonuncuya baxaq. 5-ci hissəyə yağıntıları bərabər paylanan mülayim isti iqlim verilib. 5-ci hissə Lənkəran ovalığıdır. Lənkəran ovalığında yağıntıları bərabər paylanan mülayim isti iqlim deyil, yay quraq keçən mülayim isti iqlimdir. Yağıntıları bərabər paylanan mülayim isti iqlim isə təqribən bu hissə üçün keçərlidir. Yəni Talış dağlarının ətəklərində yağıntıları bərabər paylanan mülayim isti iqlimdir. Rəqəmin verildiyi ərazi isə Lənkəran ovalığına yay quraq keçən mülayim isti iqlimə xasdır. Cavab E bəndi olacaq. Xəritə sxemdə sual işarəsi ilə verilən ada üçün doğru fikirləri müəyyən edin. Xəritə sxemdə coğrafi koordinatlara diqqət yetirsək, adanın Yeni Qvineya adası olduğunu görərik. Burada ekvatorun cənubunda 10 dərəcəlik şimal enliyi ilə ekvator arasındakı ərazi əhatə olunur və uzunluqlar olaraq da 140-150 dərəcə şərq uzunluqları göstərilib. Aydındır ki, ada Yeni Qvineya adasıdır. İndi isə gəlin fikirlərə baxaq. Bir-iki ölkəyə aiddir. Yeni Qvineya adasının qərbi İndoneziyaya aiddir. Şərqində isə Papua Yeni Qvineya yerləşir. Deməli, birinci fikir doğru fikirdir. 2. Əhali əsasən Khoisan dil ailəsinə mənsubdur. Xeyr, bu Khoisan dil ailəsi Afrikanın cənubunda Buşmenlərin, Qottentotların daxil olduğu dil ailəsidir. Bu hissədə Khoisan dil ailəsi yoxdur. Əsasən Papuaslar yaşayır. Onlar da Avstraliya xalqlarıdırlar, yəni Papuaslardır. Khoisanla əlaqəsi yoxdur. 3. Demoqrafik keçidin birinci mərhələsində olan ovçuluq və yığıcılıqla məşğul olan qəbilələr yaşayır. Bəli, Yeni Qvineya adasında demoqrafik keçidin birinci mərhələsində olan, yəni bir növ ibtidai yaşayış olan xalqlar, qəbilələr yaşayır. Deməli, 3 doğru fikirdir. 4. Ekvatorial və subekvatorial iqlim qurşaqlarında yerləşir. Bəli, Yeni Qvineya adası həm ekvatorial, həm subekvatorial iqlim qurşaqlarında yerləşir. Deməli, 1, 3, 4-dür bizim cavabımız. Digər fikirlərə də baxaq. Zəlzələ və müasir dağ əmələ gəlmə zonalarından kənarda yerləşir. Yeni Qvineya adası üçün demək olmaz. Ada tam da zəlzələ dağ əmələ gəlmə zonalarındadır. Və sonuncu, sahillərini Yava dənizinin suları yuyur. Yava dənizi bu adadan xeyli kənarda eyni adlı Yava adasının sahillərində yerləşir. Bu hissədəki dənizlər isə əsasən Arafur dənizi və Mərcan dənizləridir. Eyni zamanda Solomon və s. dənizlər var burada. Cavab 1, 3, 4 A bəndidir. Hansı ölkənin Antarktida materikində elmi tədqiqat stansiyası yoxdur? Antarktida materikində əsasən inkişaf etmiş ölkələrin elmi tədqiqat stansiyaları fəaliyyət göstərir. İnkişafda olan ölkələrdən Rusiyanın, Hindistanın da elmi tədqiqat stansiyaları var.
Verilmiş ölkələrdən İranın Antarktida materikində elmi tədqiqat stansiyası yoxdur. Sadə sualdır. Yəni İran bu cür tədqiqatlarla məşğul olan ölkələrdən hesab oluna bilməz. Lakin materikə yaxın olan Yeni Zelandiyanın, Avstraliyanın, eləcə də inkişaf etmiş ölkələrdən Böyük Britaniyanın və Yaponiyanın Antarktida materikində elmi tədqiqat stansiyaları mövcuddur. Cavab E bəndi. Musson küləklərinin təsiri altında olan adaları müəyyən edin. Test tapşırığının doğru cavabı A bəndidir. Belə ki, Şri Lanka, Tayvan və Filippin adaları musson küləklərinin təsiri altında olan adalardan hesab olunur. Digər distraktorlara baxsaq, Siciliya və Kipr subtropikdə Aralıq dənizindədir. Burada mussonlardan söhbət getmir. Eləcə də Korsika yerləşir Aralıq dənizində. Orada da mussonlar yoxdur. D bəndi Tasmaniya Avstraliyanın cənubundadır. Musson burada səciyyəvi deyil. Yenə Odlu Torpaq adasında musson küləkləri yoxdur. E bəndində İrlandiya və Kanar adaları mussonların təsiri altında olan adalardan hesab oluna bilməz. Cavab A bəndidir. Şri Lanka, Tayvan və Filippin adaları. Aşağıda verilmiş əlamətlər hansı iqtisadi rayona aiddir? Çıraq 1 və Çıraq 2 sesləri tikilmişdir. Hava limanı fəaliyyət göstərir. Üzümçülük, tütünçülük və taxılçılığın inkişafı üçün əlverişli şərait vardır. Civə və xromit yataqlarına malikdir. Aydındır ki, burada söhbət Şərqi Zəngəzur iqtisadi rayonundan gedir. Çıraq 1, Çıraq 2 sesləri Kəlbəcərdə tikilib. Hava limanı Zəngilan rayonunda fəaliyyət göstərir. Eyni zamanda Laçın rayonunun ərazisində də hava limanının tikilişi artıq başa çatıb, sınaq uçuşları həyata keçirilir. Faktiki Zəngilanda hava limanı fəaliyyət göstərir. Ümumiyyətlə Kəlbəcər, Laçın yeni adı ilə Şərqi Zəngəzur iqtisadi rayonunda üzümçülük, tütünçülük, taxılçılığın inkişafı üçün hər zaman əlverişli şərait olub. Burada civə yataqları var. Kəlbəcərin Levçay, Şorbulaq, Ağyataq, Laçında Çilgəzçay, Narzanlı civə yataqları, xromit yataqları da var. İpək, göydərə kimi xromit yataqları da mövcuddur. Cavabının C bəndi olması öz təsdiqini təkrarən tapmış oldu. Xəritə sxemə əsasən yağıntıların başlıca olaraq dekabr-fevral ayları aralığında düşdüyü məntəqələri müəyyən edin. Xəritə sxemə diqqətlə nəzər yetirsək, burada verilmiş məntəqələrdən 1-ci, 3-cü, 4-cü və 6-cı məntəqələrin subtropik iqlim qurşağının Aralıq dənizi vilayətində yerləşdiyini görərik. 5-ci məntəqə yerləşir subtropik iqlim qurşağının musson vilayətində, 2-ci məntəqə isə subekvatorial iqlim qurşağında yerləşir. Məntəqələrdən 2, 4 və 6 ilə işarələnmiş rəqəmlər cənub yarımkürəsində, digərləri isə şimal yarımkürəsindədir. Biz bilirik ki, Aralıq dənizi iqlim vilayətində yağıntılar başlıca olaraq ilin soyuq dövründə, şimal yarımkürəsində dekabr-fevral ayları aralığında düşür. Deməli, 1 ilə 3 rəqəmi bizim üçün seçilməlidir. 1 ilə 3-ü seçirik. 6 və 4 rəqəmləri də Aralıq dənizidir, lakin cənub yarımkürəsində qış ayları iyun, iyul, avqust aylarında olur. Ona görə biz 4 ilə 6-nı seçə bilmərik. 5 rəqəmi ilə işarələnmiş ərazi subtropik mussondur. Subtropik mussonda yağıntılar dekabr-fevral yox, yay fəslində iyun, iyul, avqust aylarında düşür. 5-i də seçə bilmirik. 2 rəqəmi ilə işarələnmiş ərazi subekvatorial iqlim qurşağındadır. Subekvatorial iqlim qurşağı yağıntılar başlıca olaraq ilin isti dövründə düşür. Cənub yarımkürəsində də ilin isti dövrü dekabr-fevral ayları aralığıdır. Deməli, cavabımız 1, 2, 3 B bəndidir. Uyğunluğu müəyyən edin. Biz burada Malakka və Skandinaviya yarımadaları üçün oxşar və fərqli xüsusiyyətləri müəyyən etməliyik. A. Bir neçə ölkə yerləşir. Biz bilirik ki, həm Malakka yarımadasında, həm Skandinaviya yarımadasında bir neçə ölkə yerləşir. Malakka yarımadasında yerləşən ölkələr Malaziya və Tayland krallığıdır. Skandinaviyada isə Norveç, İsveç və Finlandiya yerləşir. Deməli, A ortaq xüsusiyyətdir. B. Zəngin qalay və wolfram filizlərinə malikdir. Qalay və wolfram qurşağı elə
Hindçin yarımadası və Malakka yarımadalarındadır. Deməli, B uyğun gələcək birinciyə. 2 işıqlanma qurşağında yerləşir. 2 işıqlanma qurşağında yerləşən Skandinaviya yarımadasıdır. Çünki Skandinaviya yarımadası Şimal qütb dairəsi xətti ilə kəsişir. Malakka yarımadası isə bütövlükdə tropik işıqlanma qurşağında yerləşir. Bu halda 2-yə uyğun gələcək C. D. Sahilləri 2 okeanın suları ilə yuyulur. Malakkanın sahillərini həm Hind okeanının, həm Sakit okeanın suları yuyur. Skandinaviya sahillərini isə Atlantik və Şimal Buzlu okeanının suları yuyur. Deməli, D ortaq xüsusiyyətdir. Y. Materikin ən ucqar nöqtəsi yerləşir. Malakka yarımadasında yerləşir. Avrasiya materikinin ən ucqar nöqtəsi Pi burnu, Skandinaviya yarımadasında isə materikin ucqar nöqtəsi yerləşmir. Avropa qitəsinin ucqar nöqtəsi Nordkin burnunun yerləşdiyini bilirik. Bu da materikin ucqar nöqtəsi hesab oluna bilməz. Deməli, Y də uyğun gələcək birinciyə. Cavabımız bu halda 1-ə B, Y, 2-yə C, 3-ə AD olacaq. Cavab D bəndidir. Xəritə sxemə əsasən 1 və 2 rəqəmləri ilə göstərilən ölkələrin ümumi əlamətlərini müəyyən edin. Xəritə sxemə diqqətlə nəzər yetirsək, 1 rəqəmi ilə Avstriyanın, 2 rəqəmi ilə isə Macarıstanın işarələndiyini görərik. Biz indi Macarıstan və Avstriya üçün ümumi əlamətləri müəyyən etməliyik. 1. Birinci Dünya müharibəsi ərəfəsində Avstriya Macarıstan imperiyasının tərkibində olub. Adlarından görüldüyü kimi hər iki ölkə Birinci Dünya müharibəsi ərəfəsində Avstriya Macarıstan imperiyasının tərkibində olub. Deməli, bir ümumi xüsusiyyətdir. 2. Ətlik və ətlik-südlük istiqamətli heyvandarlıq inkişaf etmişdir. Avropanın bu hissəsində ətlik-südlük istiqamətli heyvandarlıq yox, südlük və südlük-ətlik istiqamətli heyvandarlıq inkişaf edib. 3. Ərazisindən Dunay çayı axır. Bəli, həm Avstriyanın, həm də Macarıstanın ərazisindən Dunay çayı axır. Eləcə də bunların paytaxtlarından Viyana və Budapest şəhərlərindən Dunay çayı axır. 4. Düzənlik relyef üstünlük təşkil edir. Macarıstanda düzənlik relyef üstünlük təşkil etsə də, Avstriya üçün bunu demək olmaz. Avstriya Alp dağlarında dağlıq qurşaqda yerləşir. Respublika idarə etmə formasına malikdir. Respublika idarə etmə forması bunların hər ikisindədir. Avstriya Federativ Respublikadır, Macarıstan isə unitar quruluşa malikdir. Lakin hər ikisi idarə etmə formasına görə respublikadır. Deməli, 5 də ümumi xüsusiyyətdir. Cavab 1-3-5-dir. Əhalinin əksər hissəsi Hind-Avropa dil ailəsinə mənsubdur. Son distraktora da baxaq. Avstriya üçün bu keçərlidir. Avstriya əhalisi Hind-Avropa dil ailəsinin German dil qrupuna aiddir, yəni əksəriyyət German qrupuna aiddir. Macarıstan isə Ural dil ailəsində Finuqorlara aiddir. 6 ümumi xüsusiyyət ola bilməz. Cavab 1-3-5 C bəndidir. Mətndə verilmiş A çayı ilə bağlı cədvəldəki uyğunluğu müəyyən edin. A çayı materikin ən uzun çayıdır. Yerli dildə çaylar atası adlanır. Bu çay sularını böyük və mərkəzi düzənliklərdən, həmçinin Apalaç və Kordilyer dağlarından axan çaylardan yığır. Axdığı ərazilərdə sənaye və kənd təsərrüfatı və məişət əhəmiyyətinə malikdir. A çayı aydındır ki, Mississippi çayıdır. Burada söhbət Mississippi çayından gedir. Yerli dildə Mississippi çayına çaylar atası deyirlər və mərkəzi düzənliklərdən, böyük düzənliklərdən axır, yəni öz suyunu alır. Apalaçdan və Kordilyerdən də çox saylı qollar qəbul edir. Məsələn, Kordilyer tərəfdən gələn Missouri qolu, Apalaçdan gələn Arkansas kimi qolları var. Və Mississippi sənaye və kənd təsərrüfatı əhəmiyyətli çaydır. İndi isə cədvələ baxaq və cədvəldəki uyğunluğu müəyyən edək. A. Itasqa gölündən başlayır. Itasqa digər səslənişlə Itasqa gölündən başlayır. Qarşısına yanlış yazılıb, yanlış deyir. Mississippi çayı elə Itasqa gölündən başlayır. Deməli, uyğunluq deyil. B. Daşqınlar baş verir. Doğrudur. Bəli, çayda tez-tez daşqınlar baş verir. Xüsusilə tropik qasırğalar zamanı çayda daşqınlar baş verir. Qarşısına doğru yazılıb. Bəli,
Bu doğru uyğunluqdur, deməli cavabdır. Digər cədvəlin hissələrinə də baxaq. Missouri və Arkansas çayları onun qollarıdır. Biz artıq qeyd etdik ki, onun qollarıdır Missouri və Arkansas. Qarşısına yanlış yazılıb, yanlış ola bilməz. D. Meksika körfəzinə tökülür, yanlış yazılıb. Xeyr, yanlış deyil. Mississippi çayı elə Meksika körfəzinə tökülür və sonuncuya da baxaq, transsərhəd çayıdır, doğrudur. Xeyr, Mississippi çayı transsərhəd çayı deyil, birbaşa elə Amerika Birləşmiş Ştatlarının ərazisində axır, doğru ola bilməz, deməli uyğunluq deyil. Cavabın B bəndi olması öz təsdiqini təkrarən tapdı. Hansı okean cərəyanları eyni adlı yarımadalarda iqlimin quraq olmasına səbəb olur? Biz bilirik ki, tropik qurşaqda soyuq okean cərəyanları iqlimin quraqlaşmasına səbəb olan cərəyanlardır. Distraktorlara diqqətlə baxsaq, A bəndində Peru və Kanar cərəyanları yazılıb. Həm Peru, həm Kanar soyuq cərəyandır və keçdikləri sahildə iqlimin quraq olmasına səbəb olur. Lakin Peru və Kanar adlı biz yarımadaları bilmirik, tanımırıq. Yəni yoxdur belə yarımadalar. Odur ki, Peru və Kanar yarımadaları olmadığı üçün bizim cavab hesab oluna bilməz. B bəndində Alyaska və Labrador. Labrador yarımadası var. Sahildən soyuq Labrador cərəyanı keçir və iqlimi kontinentallaşdırır bu cərəyan. Lakin Alyaska cərəyanı, Alyaska yarımadası sahilindən hərəkət etsə də isti cərəyandır, iqlimin quraqlaşmasından söhbət gedə bilməz. C bəndində Somali və Kaliforniya cərəyanları göstərilib. Həm Somali, həm Kaliforniya cərəyanı soyuq iqlim cərəyanlarıdır və eyni adlı yarımadaların sahilindən hərəkət edirlər. Və bu cərəyanlar Somali və Kaliforniya yarımadalarında iqlimin quraq olmasına səbəb olurlar. Deməli, cavabımız elə C bəndi olacaq. Digərlərinə də baxaq. Kamçatka cərəyanı Kamçatka yarımadasının sahilindən hərəkət edir, iqlimi kontinentallaşdırır. Lakin Qvineya cərəyanı isti cərəyandır, iqlimi quraqlaşmasından burada söhbət gedə bilməz. Sonuncu da Falkland və Antil. Falkland soyuq cərəyandır, iqlimin quraqlaşdıra bilər, lakin sahildə Falkland adlı yarımada bilmirik. Antil cərəyanı isə isti cərəyandır. Bura iqlimi quraqlaşdıra bilməz, əksinə iqlimi nəmləndirir, rütubətləndirir. E bəndi də cavab deyir. Cavabın C bəndi olması təsdiqini tapdı. 1 bölünsün 7.500.000 miqyaslı xəritədə 12 dərəcə şimal enliyi və 3 dərəcə cənub enlikləri arasındakı meridian üzrə məsafə 22,4 sm olarsa tərifi hesablayın. Əvvəlcə gəlin 12 dərəcəlik şimal enliyi ilə 3 dərəcəlik cənub enliyi arasındakı məsafəni hesablayaq. Meridian üzrə hesablamalıyıq. Biz əgər 12-nin üzərinə 3 gəlsək, edəcək 15 dərəcə. 15 dərəcəni də meridian üzrə 1 dərəcəlik qövsün uzunluğu olan 111 kilometrə vursaq, edəcək 1665 kilometr. Deməli, 2 nöqtə arasında 1665 kilometr məsafə var. İndi isə gəlin bunu miqyasa görə hesablayaq. Biz bu miqyası izahlı miqyasa çevirsək, edəcək 1 santimetrdə 75 kilometr. Burada da 22,4 santimetrdə x kilometr olacaq. X də bərabərdir 1680. 1680 ilə 1665 arasındakı fərqi də hesablayaq. 1680-dən çıxsaq 1665-i edəcək 15 kilometr. Deməli, təhrif 15 kilometrdir. Cavab C bəndi. Cədvəldə verilən Şimali Afrika ölkələrindən hansılarının yerlərini dəyişsək, onların qərbdən şərqə doğru düzgün sırasını müəyyən etmək olar. Cədvələ diqqətlə nəzər yetirsək, Mərakeşin ən qərbdə yerləşdiyini görərik. Mərakeş qərb ölkəsidir, Afrikanın ucqar şimal qərbində yerləşir, məğribdə deyirlər bu ölkəyə, gün batan deməkdir mənası. Deməli, ən qərb nöqtə Mərakeşdir, odur ki, Mərakeşi yerində saxlamalıyıq. Ondan sonra gəlməlidir Əlcəzair, daha sonra Tunis.
Çünki qərbdən şərqə sıralama bu cür olmalıdır. Lakin burada 2 ilə 3-ün yeri səhv göstərilib. Odur ki, test tapşırığının doğru cavabı A bəndi olacaq. Sıralama yəni əslində bu şəkildə olmalı idi. Mərakeş, Əlcəzair, Tunis, Liviya və Misir. Cavab A bəndidir. Aşağıdakı fikirlərdən hansı Braziliya yaylası üçün doğru deyil? A. Səthi bərk süxurlarla örtülüdür. Braziliya yaylası kristalik örtüyə malikdir. Burada kristalik süxurlar üstünlük təşkil edir. Deməli, səthi bərk süxurlarla örtülüdür. Aid fikirdir. B. Dərin çay dərələri ilə parçalanmışdır. Bəli, Braziliya yaylası dərin çay dərələri ilə parçalanıb. Bu çaylardan biri San Francisco çayıdır. Filiz mənşəli faydalı qazıntılarla zəngindir. Biz qeyd etdik ki, səthi bərk süxurlarla, kristalik süxurlarla örtülüdür. Burada filiz faydalı qazıntılar çoxdur. Həm dəmir, həm boksit və s. filizlərlə zəngindir. Ekvatorun hər iki tərəfində yerləşir. Xeyr, Braziliya yaylası ekvatorun şimal hissəsinə çatmır. Yalnız ekvatorun cənub hissəsindədir. Deməli, doğru olmayan fikir D bəndidir. Distraktöruna da baxaq. Əsas bitki örtüyü seyrək meşələr və hündür otlardır. Braziliya yaylası doğrudan da əsas bitki örtüyü seyrək meşələr, hündür otlardır. Burada savanna təbii zonası formalaşmışdır. Cavab D bəndidir. Euler-Venn diaqramını tamamlayan bəndi müəyyən edin. Biz burada Talış və Qonaqkənd fiziki coğrafi rayonlar üçün oxşar xüsusiyyətləri müəyyən etməliyik. Bir, tektonik qırılmalar boyu mineral bulaqlar yayılmışdır. Həm Talış fiziki coğrafi rayonunda, həm də Qonaqkənddə mineral bulaqlar çoxdur və bu bulaqlar tektonik qırılmalar boyu səthə çıxmışdır. Talışda meşə su, qotur su, ərkivan, isti su, Qonaqkənddə cimi, xaltan, xaşı və s. mineral bulaqlar mövcuddur. 1. Doğrudur. 2. Həm sərhəd olduğu fiziki coğrafi rayon Xəzər sahilində yerləşir. Talışın həm sərhəd olduğu fiziki coğrafi rayon Lənkəran ovalıqıdır. Xəzər sahilində yerləşir. Qonaqkəndin isə Samurdəvəçidir. O da Xəzər dənizi sahilində yerləşir. Deməli, 2 də cavabdır. 3. Vulkanogen çökmə süxurlara rast gəlinir. Talış fiziki coğrafi rayonunda vulkanogen çökmə süxurlar geniş yayılmışdır. Burada 3-cü dövrün vulkanik süxurlar geniş ərazini əhatə edir. Amma Qonaqkənd üçün eyni sözləri söyləmək olmaz. Deməli, 3 bizim cavab deyil. 4. Alp və subalp çəmənləri yayılmışdır. Alp və subalp çəmənləri Qonaqkənddə geniş ərazidədir. Lakin Talış fiziki coğrafi rayonunda alp və subalp çəmənləri yoxdur. 5. Çayları birbaşa Xəzərə tökülür. Talışın çayları bəli birbaşa Xəzər dənizinə tökülür. Yəni kür olmadan. Eyni zamanda Qonaqkəndin də çayları birbaşa Xəzər dənizinə tökülür. Deməli, 5 də bizim cavabdır. Landşaft inversiyası müşahidə olunur. Landşaft inversiyası Talışda müşahidə olunur. Qonaqkənddə isə normal, azonal qaydada landşaft tipləri bir-birini əvəzləyir. Cavab olacaq 1, 2, 5 Y bəndi. Ölkəmizlə bağlı doğru olmayan fikri müəyyən edin. A. Təxminən 800 metr mütləq hündürlüklərə qədər olan dağ-ətəyi ərazilərdə şabalıdı torpaqlar yayılmışdır. Bəli, bu fikir doğru fikirdir. Şabalıdı torpaqlar məhz bu hündürlüklərə qədər olan ərazilərdə yayılıb. B. Böyük və Kiçik Qafqazın, Talış və Naxçıvanın yüksək dağlıq ərazilərində antropogen, dağ-ətəyi ərazilərdə isə təbii landşaftlar üstünlük təşkil edir. Bu doğru ola bilməz. Antropogen landşaftlar yüksək dağlıqda deyil. Əksinə, yüksək dağlıq ərazilərdə təbii landşaftlar, dağ-ətəyi ərazilərdə isə antropogen landşaftlar üstünlük təşkil edir. Deməli, cavabımız B bəndidir. Digər 3 distraktora da baxaq. Dağ meşələrində qonur torpaqlar, rütubətli ərazilərdə qəhvəyi torpaqlar isə quraq əsasən palıd meşələri altında yayılıb, doğrudur. D. Yarım səhralarda yovşan, gəvəndə və tikana dağ çöllərində isə ağ ot, qatır quyruğu və taxıl bitkilər üstünlük təşkil edir. Bu da doğrudur. Nəhayət sonuncu, Kür Araz və Samurdəvəçi ovalığının yarım səhraları daxilində daha kiçik əraziyə malik düzənlik meşə landşaftları yayılmışdır. Aydındır ki, bu doğrudur. Cavab B bəndidir.
Buzlaq relyef formalarının üstünlük təşkil etdiyi ərazi. Sadə test tapşırığıdır. Tapşırığın doğru cavabı B bəndidir. Biz bilirik ki, Lavrentiya yüksəkliyi Şimali Amerika materikindədir və ərazi yüksəklik 4-cü dövr buzlaşmasına məruz qalmış ərazidir və burada buzlaq mənşə relyef formaları çoxdur. Böyük hövzə Şimali Amerika materikindədir, lakin kifayət qədər quraq ərazidir. Burada buzlaq relyef formaları üstünlük təşkil etmir. Atlantik sahili ovalıqda da buzlaq relyef formaları üstünlük təşkil edə bilməz. Uluru massivi Hammersli dağları isə Avstraliyada yerləşir. Ərazi müasir buzlaqların olmadığı ərazidir. Cavabın B bəndi olması öz təsdiqini tapdı. Türk dövlət və ya qurumlarının yerləşdiyi coğrafi obyektləri seçin. 1. Üst Yurt platosu. Üst Yurt platosu yerləşir Qazaxıstan Respublikasında, deməli 1 cavabdır. 2. Şərqi Avropa düzənliyi. Şərqi Avropa düzənliyində yerləşir Türk dövlət qurumlarından Çuvaşistan və Tataristan. 3. Böyük Hinqan dağları. Böyük Hinqan dağları Çinin şərq hissəsindədir. Burada Türk dövlət qurumları yoxdur. Alaşan dağları. Alaşan dağları da Çində yerləşir. Həmin ərazidə Türk dövlət qurumlarından, həmin ərazidə Türk dövlət qurumları yoxdur. Verxoyansk silsiləsi. Verxoyansk silsiləsi yerləşir Rusiyada, uzaq şərqdə və Verxoyansk silsiləsində Türk dövlət qurumlarından Saxa Respublikası mövcuddur. Sixotalin dağları. Sixotalin dağları uzaq şərqdədir. Rusiyanın Sakit Okean sahilində, bu hissədə Türk dövlət qurumları yoxdur. Cavab 1, 2, 5 D bəndidir. Çayın düşməsi 428 metr, orta meyilliyi 0,8 metr bölünsün kilometr olarsa, onun uzunluğunu hesablayın. Tapşırığın sadə hesablaması var. Biz 428-i bölsək 0,8-ə edəcək 535 kilometr. Çayın uzunluğu 535 kilometrdir. Azərbaycan Respublikasında 2014-cü ildə kənd əhalisinin sayı 4.432.000 nəfər, 2024-cü ildə isə 4.633.000 nəfər olmuşdur. Bu dövr ərzində kənd əhalisinin orta illik artımını hesablayın. Biz rəqəmləri bir-birindən çıxmalıyıq. İlk olaraq 4.633.000-dən çıxırıq 4.432.000 edir 201.000. 201.000 10 illik ərzindəki artımdır. Biz orta illik artımı tapmaq üçün 10 il çıxırıq. Ona bölməliyik, çünki 2004 ilə 2014-cü il arasında 10 il keçmişdir. Biz 201.000-i bölsək ona edəcək 20,1 min. Cavab 20,1. Qazangöl dağ və biçənək aşırımı üçün ümumi əlamətləri müəyyən edin. 1. Kiçik Qafqaz tektonik zonasında yerləşir. Həm biçənək aşırımı, həm Qazangöl dağ Naxçıvan Muxtar Respublikasında Zəngəzur silsiləsində yerləşir və bu silsilədə Kiçik Qafqaz tektonik zonasına aiddir. 1. Ümumi əlamətdir. 2. Mülayim isti iqlim tipi hakimdir. Naxçıvan üçün ümumiyyətlə mülayim isti iqlim tipinin hakim olmasını söyləmək olmaz. 3. Günnüt Qapçıq fiziki coğrafi rayonunda yerləşir. Bəli, hər ikisi Naxçıvanın dağlıq zonasında, Günnüt Qapçıq fiziki coğrafi rayonunda yerləşir. 4. Paleozoy yaşlı sıxurlar yayılmışdır. Qazangöl dağ biçənək üçün paleozoy yaşlı sıxurların yayılmasını demək olmaz. Naxçıvanda paleozoy yaşlı sıxurlar dərələyəzdədir. 5. Zəngəzur Milli Parkının ərazisindədir. Bəli, bu hissələr həm Qazangöl dağ, həm biçənək aşırımı Zəngəzur Milli Parkının ərazisindədir. Odur ki, cavab hesab olunar. Dağ meşə landşaftları geniş ərazini əhatə edir. Naxçıvan üçün dağ meşə landşaftlarının geniş ərazini əhatə etdiyini demək olmaz. Naxçıvanda meşələr əsasən talalar şəklindədir. Cavabımız bu halda 1, 3, 5 olacaq. Bütün fəsillərin aydın müşahidə edildiyi ölkələr. Biz bilirik ki, fəsillərin daha aydın müşahidə edildiyi
ərazilər mülayim və subtropik iqlim qurşağında yerləşən ərazilərdir. Qütb qurşaqları və ekvatorial qurşaqda fəsillərin müşahidə edilmək, ekvatorial, subekvatorial qurşaqda bütün fəsilləri müşahidə etmək mümkün deyil. Ölkələrdən Rumıniya, İrlandiya və Macarıstan yerləşir mülayim işıqlanma qurşağında, həmçinin elə mülayim iqlim qurşağında və bu ölkələrdə bütün fəsillər daha aydın müşahidə olunur. Qabon ekvatorial qurşaqdadır, Panama subekvatorialdadır, Malayziya ekvatorialdadır. Qabon, Panama və Malayziyada bütün fəsillər aydın müşahidə oluna bilməz. Odur ki, tapşırığımızın cavabı 1, 4 və 5 olacaq. Uyğunluğu müəyyən edin. Biz kakao, şəkər çuğunduru və şəkər qamışına aid olan uyğun xüsusiyyətləri qruplaşdırmalıyıq. A. Qana, Côte d'Ivoire və Braziliya kimi ölkələrdə becərilir. Qana, Côte d'Ivoire və Braziliya kimi ölkələrdə becərilir kakao bitkisi. Odur ki, 1-ə A uyğundur. B. İstehsal olunan şəkərin 60%-ni verir. Bu şəkər qamışına xasdır. Odur ki, 3-ə B olacaq. Əsasən heyvandarlıqda yem bitkisi kimi istifadə olunur. Kakao, şəkər çuğunduru, şəkər qamışı əsasən yem bitkisi kimi istifadə oluna bilməz. Düzdür, şəkər çuğunduru heyvandarlıqda yem bitkisi kimi istifadə olunur, amma şəkər çuğundurundan əsasən şəkər əldə olunur. C. Bizim üçün istifadə olunmayan cavabdır. D. Mülayim qurşağın ölkələrində Çin, Rusiya, Ukrayna, Polşa və s. ölkələrdə istehsal edilir. Bu şəkər çuğunduruna xasdır. 2-yə D yazacaq. Nəhayət sonuncu, əsas istehsalçıları Norveç, İsveç və Finlandiyadır. Yəni, bu verilmiş bitkilərdən kakao, şəkər çuğunduru, şəkər qamışından heç birinin istehsalçısı Norveç, İsveç və Finlandiya deyil. Əsas istehsalçısı ola bilməz. Bu halda cavab 1-ə A, 2-yə D, 3-ə B-dir. A ölkəsinin ərazisinin böyük bir hissəsi iki yarımadada yerləşir. Bu yarımadalardan biri Asiya, biri isə Avropa qitəsində yerləşir. Ölkənin Asiya hissəsi Avropa ilə müqayisədə daha böyükdür. A ölkəsinin sahillərini 4 dənizin suları yuyur. Paytaxtı ölkənin ən böyük şəhəri deyil. Bu ölkə Azərbaycanla da quru sərhədinə malikdir. Onun əhalisinin sayı 85 milyon 347 min nəfər, əhalisinin sıxlığı isə 109 nəfər bölünsün kvadrat kilometrdir. İqlim və relyef şəraiti burada təsərrüfat sahələrinin yerləşməsinə böyük təsir göstərmişdir. A ölkəsini, onun yerləşdiyi iki yarımada və 4 dənizin adını cədvələ yazın. Mətndən aydındır ki, söhbət burada qonşu, qardaş Türkiyə Respublikasından gedir. Odur ki, ölkə olan hissəyə biz Türkiyə yazmalıyıq. Türkiyənin kiçik bir hissəsi Avropada, Balkan yarımadasında yerləşir. Lakin ərazisinin böyük hissəsi Asiyada, elə kiçik Asiya yarımadasında yerləşir. Onun sahillərini yuyan dənizlər Aralıq dənizi, Egey dənizi, Mərmərə dənizi və Qara dənizdir. A ölkəsinin paytaxtı və ən böyük şəhərinin adlarını və bu ölkənin sahəsini hesablayıb cədvələ yazın. Türkiyə Respublikasının paytaxtı bilirik ki, Ankara şəhəridir. Ölkənin ən böyük şəhəri isə İstanbuldur. Sahəni hesablamaq üçün biz 85.347-ni bölməliyik 109-a. Bu da edir 783 və burada biz mini istifadə etməmişdik. Deməli, sahəsi 783.000 kvadrat kilometrdir. A ölkəsinin yerləşdiyi iqlim qurşağını və ölkənin əsas relyef vahidlərinin adını cədvələ yazın. Biz bilirik ki, Türkiyə Respublikası yerləşir subtropik iqlim qurşağında.
Ölkənin əsas relyef vahidlərinə misal olaraq Anadolu yaylasını, Tavr və Pont dağlarını misal göstərmək olar.